Yox, kobud deyil. Düzdür? Deməli, bu məqsəd yoxdur. Və edilən hər bir şeydə ən minimalizmə gedir. Ya qiymətlərdə xəbər, ya mən çox belə o xambaların özünə də sual verim. 50 manat uşaqlardan yığıb verirdisə, düzdür? Ancaq dəftər 50 manat gedirdisə, o tədbirə nə qədər qiymət gedir? Uşaqlar, məbləğ ən gözəl məbləğdir. O da birinci, yenə də deyil. Yox, mən çox bəlidir. Hər şey qiyməti bəlidir. Şənlik birinin qiyməti neçədir? Bahadır, baha. Baha. Şarlarınız, ver şarlarınız, birinin qiyməti neçədir? Neçə nəfərsiniz? 26 nəfərsiniz. Düzdür? Rolik şəkili. Neçədir birinin qiyməti? Kamera gələcək. Neçədir qiyməti? O nə deməkdir? Mən istəmirəm. Heç kəs də istəməməlidir. Var belə bir dünya. Hə? Var belə bir şey. Necə sinifsiz bu bir verilən bir əmr var, verilən bir tədbir şeyi var. Bu vaxtı belə olub, filan kəsdə bəhmən olub, nəyin davası gedir? Nəyin davası gedir? Kim də iştirak eləmək istəmir, orada iştirak eləməyəcək, gələcək burada üzünü tutub gedəcək. Burada axırda uşaqların rəqsində iştirak edib üzünü tutub gedəcək. Mən haqlıdır ki, o biri okulu versin, kimsə verməsin çıxsın ora. 11A verir, 11C verir, bir hansı? Niyə o uşaqlar verməlidir, kimsə bir bunların haqqı? Hə, mən o uşağı güzəşdiyinlərim, əvvəlcəndə də dedim, Allah uzaq eləsin, kimisə atası yoxdur, anası yoxdur, əsmər demək ki, məhzə bunların dəstək çıxır. Əgər birinin dırnağın uzunluqdadır, bir 70 manat dırnağına pul verirsən, zəhmət çəksin, başqasının okuluna da girməsin. Başqasının haqqına niyə girməlisin? Nəyin isyanıdır? Nəyin isyanıdır, yaman qızım? Hə? Deyirsiniz, hamınız danışırsınız, mən də eşitmək istəyirəm də. Klinikli bir şeydir, 10 nəfər, 20 nəfərə yaxın qonaq olacaq. Mən sizə qonaq da çağırmayım. Hə? Çağırmayım. Niyə ki? Yox da, gül verilməməlidir onlara. Mən verməliyəm gülü. Gələn qonaqlar gəlir ha. Yəni tədbirin bir qaydası var. Baxın, yazılır, idarə tərəfindən ki, qonaqların siyasını mənə göndər. Qonaqlara bir gül verməlisiniz, bir vacib bir hədiyyə verməlisiniz, heç olmazsa. Nəsə verməliydir, maket olsun, nəsə verməlisiniz. Bir səkən çay verməlisiniz onlara. Gəlin. Mənim bu sinəmuşu bezdirib bütün. Yenə bunlardır. Yenə bunlar, o kürəsdə yenə bunlardır. Yox, bunlar istəmirlər, heç kimdə o şey görməməlidir. Buna danışıq gəlir. Mən bilmirəm, mən kiməm ki, valideynlər danışır. Ay, o valideyni də zəhmət olmasına, valideyn istəmirsə, iştirak etməsinlər. Məni əsər ləqdirməyin boş yerə. Mənim başqa uşaqlarımın haqqına da girməyin. Necə ləqdə dedik, könüllülükdür, bu da könüllülükdür. Amma mən qoymaram, başqa uşaq o pulu versin, o əziyyəti çəksin. Siz də gələsiniz, bu belə bir çıxmasın. Dəlikdə gəlib orada iştirak edəsiniz, deyəsiniz ki, o uşaqlar bizim pulu dəsinir, biz də burada iştirak edək. Mən də deyərəm, xeyr olar. Xeyr olar. Necə olur müəllimlər pul verir? Yox, bunlar mən bilmirəm. Ki, yaxşı tədbir olur. Yox, 50 manat rəqsə razıydılar. 50 manatı rəqsə tapırdılar. Bütün valideynlər də dalga döyürdü. Hamısı minimumdan hesablanmış şeylər, uşaqlar. İstəyir rəqsiz olsun, istəyir işdir olsun. Dekorasiya pul verəcəksiniz. Hə? Verəcəksiniz dekorasiya pul. Şarlara pul verəcəksiniz. Bizlərə pul verəcəksiniz, süfrəyə pul verəcəksiniz, fişəngə verəcəksiniz. Aparılan tədbirin rejissorudur, qurulur, hamısı təsad operatorıdır, gecədir, bunlar nədir, hamısı göydən gəlir sizə. Mən istəmirəm, istəmirsən gəlmə də. Başqa uşaq məndən bunu istəyir, başqa uşağın 30 nəfəri bunu istəyirsə, 3 nəfərin istəməməyinə mən baxacam mən. Hə? Sizcə, gecə istəyirlər, istəmirsiniz gecə, mən kiminkidə gələcəm. Bir kamera gəlməsin, o nə deməkdir kamera gəlməsin? Kim deyir Kamerası şey olur. Yox, kim deyir kamera? Allah aşkına hər yerdə pulu da bəlli, özü də bəlli. Gedin bir araşdırın, sonra gəlin boş-boş danışın.
Valideyn vermir. Valideyn 70 manatını daha necə ala bilirsən qızım? Mən də sual verərəm. Necə ala bilirdin? 50 manatı necə ala bilirdin valideynlə? Sadəcə bizim necədir? Bu tərbiyəsizliyin pik nöqtəsidir. Amma yenə də deyirəm, siz deyən olmayacaq. Mənim başım uşaqlarım istədiyini 5 qat artığını eləyəcəm. İstər sizdə olmuyor. Bu əksəriyyətidir, yoxsa? Mən bilmirəm, orada kimdir deyən, ay, qalx ayağa. İşte valideynin deyir, dur ayağa.